Salam. Bugün sizə Sibiriz ərazisində yerləşən, layihələndirilməsi və təmiri Bakson Construction şirkətinə həvalə edilmiş, ümumi ərazisi 42 kvadrat metr olan mənzilin dizayn həlləri barəsində danışacağam. Mənzilə daxil olduqda sol tərəfimizdə sanitar qovşağımız var. Sanitar qovşağımızın yanında paltaryan üçün kiçik bir dolab tərtib etmişik. Həmin dolabın içərisində digər kiçik ev əşyaları falan da yerləşdirə bilərik. Mənzilin digər geniş hissəsi isə iki hissəyə bölünmüşdür. Mətbəx zonası və istirahət zonası. Mətbəx zonasını istirahət zonasından ayıran əsas detal mətbəx adasıdır bizdə. Əlavə olaraq isə otağa daxil olan təbii işığın qarşısını almamaq və otağın genişliyini vizual olaraq qısıtlamamaq üçün şüşə ara kəsmədən istifadə olunmuşdur. İstirahət zonasında isə bütün mebellərimiz istifadə mövqeyinə görə pəncərəyə paralel şəkildə yerləşdirilmişdir. Bu yerləşmə bizə vizual komfortu, balanslı işıqlandırmanı, detal və mebellərin üzərinə işıq kölgənin daha yumuşaq düşməsini təmin edir. Gördüyünüz bu hissə TV zonası olaraq dizayn edilmişdir. Divarımızda geniş bölgülü divar panellərindən istifadə olunmuşdur. Həmçinin bir nüansı diqqətinizə çatdırmaq istərdim ki, burada istifadə olunan boru vasitəsilə biz televizor və alt hissəsində istifadə olunan elektrik cihazları və yaxud da oyun konsolunu əlaqələndirmək üçün istifadə olunacaq. Bu naqillərin gələcəkdə yarada biləcəyi vizual kirliliyi aradan qaldıracaq.